Növbəti qəbul testinin izahına baxaq. Ərdəbil hakimliyi və Qaraqoyunlu Baharlı dövlətinə aid ümumi cəhəti tapacaq. Osmanlı ilə müharibə aparması hər ikisinə ümumi cəhət deyil. Çünki Osmanlı ilə müharibə aparmayıblar. Ağqoyunlu qüvvələri ilə mübarizə aparılması isə ikisinə də aid cəhətdir. Çünki Qaraqoyunlu dövlətinin varlığına Ağqoyunlular 1467-ci ildə Muş döyüşündə, bir il sonra 1468-ci ildə son qoymuşdur. Ərdəbil hakimliyi ilə isə 1488-ci ildə və 1494-cü ildə Şəməsi döyüşündə, bir də Şahdağ ətəyindəki döyüşdə vuruşmuşdular Ağqoyunlular və hər iki döyüşdə də Ərdəbil hakimliyi məğlub olmuşdu. Əsasların Azərbaycanın şimal torpaqlarında qoyulması heç birinə aid deyil. Çünki həm Ərdəbil, həm də Qaraqoyunlu'nun paytaxtı Təbriz Cənubi Azərbaycanda yerləşir. Üçdə aid deyil. Teymuri qüvvələri ilə toqquşması isə hər ikisinə aid cəhətdir. Çünki Qaraqoyunlu dövləti Teymurilərlə 1421-ci ildə Alaşkert döyüşündə toqquşmuşdur. Bir də Ərdəbil hakimliyi isə Əmir Teymurun Azərbaycana yürüşləri zamanı Teymurilərlə döyüşmüşdü. Çünki Teymurun Ərdəbilə hücumu var və onun 1386-1389-cu illər yürüşləri zamanı və digər yürüşləri zamanı Ərdəbilə yürüşləri olduğuna görə, həmin vaxtda da Ərdəbil hakimliyinin dövrünə düşdüyünə görə cavab olacaq 2 və 4, yəni Y variantı.